10 uşaqlı ailəni göstərəcək indi sizə və maraqlıdır ki, onların 10-cu uşağı da xüsusi bir vaxtda dünyaya gəlib, yəni yeni ilin ilk günündə, hətta ilk dəqiqələrində. Bəzən çox uşaqlı ailə deyəndə düşündüyümüz ya 3 ya da 5 uşaq olur. Danışacağımız bu ailədə isə 10-cu uşaq dünyaya gəlib. Körpəyə elə bir əlamətlər gündəlindən olub ki, ailənin sevincinə 2 qat sevinc qatıb. Bu barədə istəyirəm sujetdən məlumat alaq. Lənkəran rayonunun Sinovli kənd sakinləri olan 45 yaşlı Samirə Mehrəliyeva və 46 yaşlı Niyazi Həbibov 26 ildir ki, ailə həyatı qurublar. Böyük övladlarının 25 yaşı var, sonuncu övladları isə əlamətdar bir gündə, yəni yeni təqvim ilinin başlanğıcında saat 00:02-də dünyaya gəlib. Uşaqlar dünyaya gəldi. 1, 2, 3, 4, 5, 10 dənə. 7 qız, 3 oğlan. Oğlanlar balacadır. Nərman 7-də oxuyur, bir də. Yusuf da 1-də oxuyur. Arzularım uşaqlar oğlan fizika müəllimi olmaq istəyir, Nərman. Yusuf da polis olmaq istəyir. Samirə xanım deyir ki, uşaqların təhsili, əxlaqı, davranışları ailə üçün daha önəmli olub. Ona görə də onların tərbiyəsi ilə daha çox özü məşğul olub. 7 qız, 3 oğlan uşağı olan ailənin 5 qız övladı artıq ailə həyatı qurublar. Heç bir çətinliyi yoxdur. Dövlət tərəfindən bizə kömək zad eləyirlər. Çox uşaqlı alıram, vaxtı-vaxtına sosialini alıram, vaxtı-vaxtına olan tərbiyələrini, onların geyimi zadlarını, hamını şükür Allaha yaxşıdır. Ailə uşaqlara o qədər bağlıdır ki, yarı zarafat, yarı gerçək bildirirlər ki, imkan olsa yenə də uşaq dünyaya gətirərik. Özləri demişkən, Allah hər kəsi muradına çatdırsın.